Avropa çempionatının qalibi olmuş şahmat üzrə Azərbaycan milli komandası bu gecə vətənə qayıdıb. Komandamızı gətirən təyyarə Varşava, Moskva, Bakı reysi ilə gecə saat 04:55-də Heydər Əliyev adına beynəlxalq hava limanına enib. Şahmatçılar Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının nümayəndələri, qohumları və jurnalistlər qarşılayıblar. Hava limanında tanınmış şahmatçılarımız açıqlama veriblər. Şəhriyar Məmmədiyarov qeyd edib ki, Vüqar Həşimovun yığmada olmamağı komandamızın reytinginə təsir etmişdi. O, buna baxmayaraq komandamızın turnir boyu lider olduğunu deyib. Avropa birinciliyi çox fərqlənir, çox güclü idi. Çünki biz bundan qabaq getdiyimiz turnirlərdə, yəni reytinqdə favorit kimi, yəni çox yüksək səviyyədə bir komanda kimi geyirdiksə, bu dəfə Vüqar Həşimovun olmamağı bizim reytinqə biraz təsir eləmiş sözsüz ki. Amma buna baxmayaraq biz 6 nömrə kimi başlamışıq. 6 nömrə kimi, yəni turnirə başlamamıza baxmayaraq bütün turnir birinci yerdə getdik. Və demək olar ki, bütün əsas rəqiblərimiz üzərində lazım qələbəni qazandıq. Və hətta son turda sadəcə Xetçə bizə bəs eləyirdi birinci yer çıxmaq üçün. Ona görə biz heç elədik. Yəni biz komanda şəklində oyuna çıxmışdıq və hər zaman hazır idik ki, hətta yəni qələbə üçün əgər udmaq lazım olsaydı, yəni Ermənistan milli komandasında biz udacaqdıq. Amma bu heçsə bizə qələbə qədər yəni vacib bir heçsə idi. Çünki bu heçsədən sonra biz birinci yer çıxdıq, bildiyiniz kimi. Ermənistan milli komandası 4-cü yer çıxdı. Eltac Səfərli isə yarışın çətin keçdiyini vurğulayıb. 6-cı nömrə idi yarışdan qabaq. Və yarış biraz çətin başladı. İlk oyunu heçsə elədik. 2-2 qutarış bizdən daha zəif komanda ilə İsveç yığması ilə. Amma ondan sonra davadan qalib gəldi, bir neçə oyun davadan və liderlər sırasında olduq. Ondan sonra da birinci yeri demək olar ki, vermədik də. Yəni ki, heç kimə də şans vermədik axırda. Axırda da axırıncı oyunlar çox vacib idi. Əsasən ən axırıncı oyun. Heççədə də biz birinci ola bilərdik. Amma utsaydıq, heççə elədik və çox inamlı qalibiyyət qazandıq. Xatırladaq ki, şahmat üzrə milli komandamız son 4 Avropa çempionatında medalsız qalmayıb. 2009-cu ildə keçirilmiş Avropa çempionatında da millimiz çempion olmuşdu. Elgün Vidadoğlu, Səs TV.